Salam Aratınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə yeni bir mövzu üzrə deməli qarşınızdayam. Mövzu izahımız deməli bugünkü mövzumuz molekulyar kinetik nəzəriyyənin deməli həm ardı olan, həm də deməli iki hissə halında çəkəcəyimiz deməli termodinamika mövzusu olacaq. Bunu iki hissə halında deməli çəkmək istəyirəm. Çünki birazcık uzun bir hissədir bu dərs. Ona görə də bu hissəni də deməli molekulyar kinetik nəzəriyyə kimi iki hissə halında çəkəcəyik. Deməli, vaxt itirmədən mövzumuza deməli başlayaq. Aha. İndi bu hissədən deməli bizim görəcəyimiz bəzi hissələr var. Bu hissədən ilki deməli müxtəlif deməli başlıqlarımız olacaq. İlk başlığımız olacaq istilik miqdarı. Aha. İstilik miqdarı haqqında nə deyə bilərik? Cisimlər soyuyarkən və ya deməli isinərkən və ya qızarkən cisimlər həm soyuyarkən və ya isinərkən və ya qızarkən aldığı və ya verdiyi enerjiyə istilik miqdarı deyilir. İstilik miqdarı Q hərfi ilə işarə olunur. Skalar kəmiyyətdir, vahidi 1 jouldur. Çünki yəni biz deməli enerji mövzusunda demişik ki, bütün enerjinin vahidi jouldur və hamısı skalar kəmiyyətdir. Deməli, və bu deməli istilik miqdarı kalorimetrlə ölçülür. Hətta məsəl üçün bəzi ərzaqların üzərində onun çəki dəyəri var. Ona deyirlər deməli 1 kalori 4,18 joule enerjiyə malikdir. Deməli, istilik miqdarının hansı düsturu var? İstilik miqdarının Q bərabərdir Cm delta T düsturu var. Buradakı C deməli nədir buna baxaq. Buradakı C xüsusi istilik tutumu. Xüsusi istilik tutumu. Deməli, delta T deməli buradakı bu temperatur dəyişməsi və Q isə istilik miqdarı. Aha. İndi bu hissəni də yazdıqdan sonra deməli keçək bir növbəti deməli hissəmizə. Bu əslində deməli ardı olan bir başlıq deyil. Sadəcə bunun ardı kimi də düşünə bilərsiniz. 1.1 xüsusi istilik tutumu. Az öncə yazdığımız. Xüsusi istilik tutumu deməli buradan Q bərabərdir Cm delta T'dən. Buradakı biz C-ni araşdıracağıq dedik. Buradan da C bərabərdir Q bölünsün M vurulsun delta T. Və gəlin bu hissədən biz özümüzə bir tərif çıxaraq. Maddənin 1 kiloqramının 1 Kelvin və ya 1 Selsi deməli qızdırmaq üçün lazım olan istilik miqdarına xüsusi istilik tutumu deyilir. Xüsusi istilik tutumu buradakı nə temperaturdan, nə kütlədən, nə də ki deməli istilik miqdarından asılıdır. Sadəcə və sadəcə maddənin növündən asılıdır. Maddə növü yazdım bura. Özünüzə qeyd edin. Maddə növü. Aha. Və bundan sonra deməli hər bir şey yazdıq. İndi burada bir nüansı da qeyd edeyim. Deməli bu da olsun 1.2 olsun. Bu da olsun istilik tutumu. İstilik tutumu deməli verilmiş cisim. Burada artıq deməli cisimdən söhbət gedir. Yəni bundan əvvəlki fikir verirsinizsə
deməli maddələr və ya cisimlər üzərində apardı. Amma burada sadəcə artıq fiks olaraq bir deməli cisim olaraq götürülür. Yəni verilmiş cismi 1 Kelvin və ya 1 Selsi qızdırmaq üçün lazım olan istilik miqdarıdır. Düsturda deməli əvvəlki ilə bənzərdir. C bərabərdir Q bölünsün delta T. Q-ni biz nə yazdıq yuxarıda? C M delta T. Deməli bu T-ni böyük yazırıq. Aşağıda da delta T. Delta T ilə iqtisad getdi. C vurulsun M. Və burada görürük ki, C bərabərdir. C vurulsun M. Maddənin növündən, yəni burada bu deməli xüsusi istilik tutumudur buradakı yazdığımız. Xüsusi istilik tutumu necə ki maddənin növündən asılıdırsa, biz sadəcə burada deməli xüsusi istilik tutumundan asılı demirik. Bu nədən asılıdırsa ondan asılı deyirik. Bu maddənin növündən asılıdır və deməli cismin kütləsindən asılıdır. Və bu qrafik üçünü çəkərsək, deməli C-nin M-dən olan asılılığı görürsünüz ki, düz mütənasib olacaq. Zaten yəni bu düsturdan da məlumdur. Bu isə deməli bu hissəni də yekunlaşdıraq. Son yadımızdan çıxmadan yazın bura. Deməli C-nin vahidi 1 joule bölünsün Kelvin və ya Selsidə yazırsaq 1 joule bölünsün Selsi olaraq da yaza deməli bilərsiniz. Bu ikisi də doğru ifadədir. Aha. Bu hissəni bitirdik. İndi keçək deməli o biri hissəyə. O biri hissə deməli gələcək daxili enerji. Deməli ikinci başlığımız olacaq daxili enerji. Deməli, daxili enerji birazcık səhv salınan bir mövzudur. Ona görə də bu hissəni deməli diqqətlə dinləyin. Nəyin daxili enerjisi? İdeal qazın. Aha. İndi baxaq. İdeal qaz biz xatırlayırsa molekulyar kinetik nəzəriyyə demişdik ki, ideal qaz o qədər seyrəkləşdirilmiş bir qazdır ki, qarşılıqlı təsir nəzərə alınmır. Və biz deməli enerjinin saxlanması qanununda demişdik ki, əgər qarşılıqlı təsir yoxdursa, cisimlərin deməli nəyi öyrənilmir? Deməli potensial enerjisi nəzərə alınmır, öyrənilmir. Və burada deməli tam mexaniki enerjidə öyrəndiyimiz bir fərq budur. İkinci bir fərq nədir? İlk öncə bu fərqə baxmamışdan qabaq, daxili enerjinin deməli tərifinə baxaq. Daxili enerji deməli bir cismin və ya bir sistemin içərisindəki zərrəciklərin və ya tərkibindəki hissəciklərin, zərrəciklərin kinetik və ya deməli potensial enerjinin cəbri cəmidir. Yəni U bərabərdir Y potensial üzərinə gəlinsin Y kinetik. Bu daxili enerjidir. Amma xatırlayırsa tam mexaniki enerji nə demişdik? Cisimlərin kinetik və ya potensial enerjilərin. Yəni Y tam bərabərdir cisimlərin kinetik və deməli potensial enerjilərin cəbri cəminə bərabərdir. Fikir verirsinizsə, burada deməli tam mexaniki enerjidə öyrənilən hisslər deməli cisimlər üzərindədir. Yəni hər cismin potensial və kinetik enerjisi öyrənilir. Burada isə bu daxili enerjidə isə bu cisimləri təşkil edən zərrəciklərin potensial və kinetik enerjiləri nəzərə alınır. Və bu hissədən də az öncə deməli qeyd etdiyimiz kimi burada qarşılıqlı təsir olmadığından Y potensial olur 0. Və o zaman buradan alırıq ki, deməli U bərabərdir bütün zərrəciklərin deməli kinetik enerjinin cəbri cəminə. Deməli biz ideal qazın təzyiqinin isbatı düsturunda demişdik ki, əgər ki sayı yəni sonsuz qədər deyil də, yəni çox böyük sayı varsa, orta cəm olaraqdan burada götürülür. Yəni ortalama kinetik enerjilər götürülür. Çünki hər bir zərrəciyin, yəni bir var hər bir cismin kinetik enerjisi bu nisbətən mümkündür. Məsələn, otaqda 100 dənə cisim var, hər biri də hərəkət edir. Hərəkətdə olan 100 dənə cismin kinetik enerjisi hesablamaq mümkündür və ya bunu orta bir nəticədə ala bilərsiniz. Amma hər bir zərrəci milyardlarla, milyonlarla zərrəci təşkil etdiyi üçün
ümumi orta olaraq götürəcəyik bu hissəni və cəmlə və orta qiyməti götürəcəyik. Əgər ki bu orta qiymət cəm söhbətini anlamaq istəyirsinizsə, sizə deməli ideal qazın təzyiqinin isbatı düsturu mövzusunda deməli tövsiyə edirəm. Orada açıq-aydın şəkildə nə işə yaradığını, orta cəmin məqsədinin nə olduğunu hər bir şeyi açıqca izah etmişəm o video. Sizə də tövsiyə eləyərəm. Yəni fizika şüurunuzu gəlişdirmək üçün deməli çox gözəl bir izah idi. Orada baxa bilərsiniz. Nə isə deməli bu hissəndə deməli öyrəndik ki, daxili enerji sadəcə deməli daxili enerjidə deməli zərrəciklərin həmin bu qarşılıqlı təsiri nəzərə alınmadığından cisimlərin sadəcə yəni bir cisimlərin içərisindəki molekular zərrəciklər əlbəttə ki, sabit qalmır. Müəyyən bir v istiqamətilə hərəkət edir. Hərəkət etdikləri üçün deməli çox kiçik də olsa da deməli kütlələri olduğu üçün onların kinetik enerjilərin cəbr cəmi nəzərə alınır. Əgər ki deməli bizim ideal qazın deməli ideal qazın təzyiqi isbatı videosuna demişdik ki, müəyyən qədər əgər ki otaqda və ya otaq olmasa mühitdə müəyyən qədər bir cisim varsa, hər birinin kinetik enerjisinin orta qiymətini hesablamaq üçün eyni düsturu gətirib burada sadəcə daxili enerji tətbiq eləyəcəyik. N sayda cisim varsa, hər birinin Y kinetik ortasını deməli buradan tapmış olacağıq. Bundan sonra bu hissədə, yəni bu hissə ilə birazcık üzərində işləyək. Deməli, bu hissəyə gələk. Deməli, U nə yazdıq? U bərabərdir M vurulsun Y kinetik. Aha, buradan baxıram. Y kinetikin yerinə nə yaza bilərəm? 3/2 KT, düzdürmü? Sonra bunun hər tərəfini bir yerə yığsam 3/2 N K deməli T və ya nə bilərəm? Bu N-i necə aça bilərəm? N bərabərdir nu vurulsun N-a kimi yaza bilərəmmi? O zaman gətirib buradan yazarsam, deməli 3/2 nu vurulsun N-a vur K vur T. Biz demişdik ki, N-a vurulsun K nə verir? Universal deməli bu qaz sabitini. Universal bu qaz sabitini gətirib burada yazarsaq deməli 3/2 deməli nu RT. Həmçinin nu-nu deməli yerinə maddə miqdarının yerinə 3/2 M/M RT yaza bilərik, düzdürmü? Yəni ümumiləşdirsək, deməli daxili enerji üçün ala biləcəyimiz düsturlar, ifadələr, deməli U bərabərdir 3/2 nu RT, U bərabərdir 3/2 M/böyük M RT və ya deməli U bərabərdir. Bu hissə nəyə verirdi bizə xatırlayırsaq? PV-ni. Həmçinin buradan da bir düstur alırıq ki, 3/2 PV. Həmçinin də deməli 3/2 PV düsturunda yaza bilərik. Daxili enerjinin ən əsas 3 düsturu bunlardır. Və burada deməli, əgər ki bunlardan başqa nə deyə bilər bizə? Daxili enerjinin deməli reaksiv dəyişməsi və ya daxili enerjinin deməli dəyişməsidirsə, daxili enerjinin dəyişməsi. Enerjinin deməli dəyişməsi. Burada deməli dəyişmə olduğu üçün delta U bərabərdir 3/2 nu R. Burada daxili enerji dəyişsə, deməli nədən asılıdır daxili enerji? Temperatur dəyişəcək. O da bərabərdir 3/2. Xatırlayırsınızsa biz burada PV yazdıq. Həcmin deməli dəyişdiyi hissəyə mən P delta V yaza bilərəm və ya təzyiqin dəyişdiyi hissəyə isə deməli delta P V yaza bilərəm. Və molekulyar kinetik nəzəriyyəyə də bir toxunaq. V dəyişir P sabitsə bu izobar prosesdir. Əgər P dəyişir V sabitsə bu izoxor prosesdir. Yəni bu qədər. Bu iki nüansı da ağlınızdan çıxartmayı unutmayın. İndi keçək daxili enerjinin deməli dəyişməsi üsullarına. Üçüncü başlığımız. Daxili enerjinin dəyişmə üsulları.
Aha. Deməli, bu hissədə deməli iki hissəyə ayıracağıq. Birincisi belə yazaq. Birincisi mexaniki iş görmə. A yazaq bura. Mexaniki iş görmə. İkincisi deməli istilik vermə. Bu istilik vermə özlüyündə müxtəlif hissələrə ayrılır. Bunu hissəsi yazaq. Birinci hissə istilik keçirmə. Deməli, ikincisi bizim orta məktəbdən bildiyimiz konveksiya. Üçüncüsü isə şüalanma. Aha, gəlin hissəsə baxaq. İstilik keçirmə əsasən deməli, əsas olaraq bərk cisimlərdə xarakterizə olunur. Bərk cisimlər. İkinci, enerji daşınır. Enerji daşınır. Amma bir şey də nəzərdə yadda saxlayın ki, bu bərk cisimlərdə maddə daşınması çox çətin bir məsələdir. Yəni maddə daşınmır. Maddə daşınması olsa, deməli mayedə və ya bu qazlarda əsas götürülür. İndi gələk ikinciyə, deməli konveksiyaya. Konveksiyada deməli əsas nəyə nəzər yetirəcəyik? Maye və qaz axını ilə istilik enerjisinin deməli daşınması. Maye və deməli qaz axını ilə enerji daşınır. Enerji deməli daşınır. Aha. Maddə də daşınır. Maddə daşınır və enerji də daşınır. Yəni hər şey burada olur. Hər bir şey burada olur. İndi keçək şüalanmaya. Şüalanmada isə bir fərq var. Şüalanma deməli istilik enerjisini radiasiya və ya şüalanma vasitəsilə ötürülür. Yəni radiasiya və ya şüalanma. İkisi də eyni şeydir zaten. Və burada yenə enerji daşınır. Yəni radiasiya vasitəsilə enerji daşınır. Amma maddə daşınmır. Maddənin çünki daşınması üçün maddənin 3 aqreqat halı var. Bərk, maye, qaz. Deməli, bu maye və qazda nisbətən maddə daşınması olası ehtimal daha mümkündür. Amma ki, istilik keçirmədə əsas nə idi? Deməli, bu bərk cisimlər. Bərk cisimlər də maddə daşınması çox çətin bir söhbətdir. Məsələ budur. Və işıq sürəti hərəkət edir. T ilə və ilə yazaq yayılır. İşıq sürətini önümüzdəki mövzuda keçəcək. C bərabərdir 3 vurulsun 10 üstü 8 metr bölünsün saniyə. İndidən öyrənməyinizin heç bir ziyancılığı yoxdur. Bu qədər. Yəni, daxili enerjinin deməli dəyişmə üsulları bunlardır. İstilik keçirmə, deməli konveksiya və şüalanma. Hər birini qısa bir keçək. İstilik keçirmədə əsas olan bərk cisimlər üçündür. Enerji daşınır, maddə daşınmır. Konveksiyada maddə, maye və deməli bu qaz axını ilə daşınır. Həmçinin də enerji daşınır və maddə də daşınır. Şüalanma isə şüalanma və ya bizim bildiyimiz radiasiya yolu ilə daşınır və enerji daşınır bu zaman. Maddə amma daşınmır və işıq sürəti ilə hərəkət eləyir. Məsəl üçün, günəş şüaları yerdən çox uzaq bir məsafədə olduğu üçün yer üzünə təqribən 7-8 dəqiqə kimi sürətdə çatır. Niyə? Çünki səbəb olaraq işıq sürəti hərəkət edir. Yəni 7-8 dəqiqə belə baxanda çox yəni dünya ilə günəş arasındakı məsafə baxıldığında çox böyük bir məsafə sayılır. Aha, indi keçək deməli bir şey də deyim. İstilik bir də vermə var. İstilik vermə. İstilik vermə ideal qaz üzərində və ya sistem üzərində iş görmədən sistemin daxili enerjisinin
dəyişməsinə bərabərdir. Yəni burada bu az öncə yazdığımız var da bu hissədə. İstilik keçirmədə idi əsasən burada. İstilik vermə var. Yəni ideal qaz iş görmədən. Yəni bir var iş görür ideal qaz, bir də var istilik verir. İstilik vermə iş görmədən olur. İş görmə isə deməli buna indi gələcəyik bu hissəyə. Sadəcə buradan bir nəzəriyyə olaraq bilin ki, istilik vermə iş görmədən enerjinin deməli daxili enerjinin dəyişməsidir. Mexaniki iş görmə ayrıdır, istilik vermə ayrıdır. Bu ikisini də yadınızda saxlayın. İndi keçək deməli digər hissəmizə. Deməli burada dördüncü başlığımız görülən iş. Görülən deməli iş. Görülən işdə əsas olaraqdan necə bir nümunə olaraq götürə bilir? Məsələn bir olsun belə bir porşen. Bu porşen içərisində məsəl üçün cisim bu hissəyə qədər sıxılıbdır. Bu hissəyə qədər sıxıldığı zaman, deməli bu hissədəki cisimlər deməli içərisində müəyyən bir hava var deyək ki. Və bu hava müəyyən bir hissəyə qədər gəlibdir. Məsəl üçün burada bu sıxac var. Bu sıxac içərisində cisim müəyyən bir hissəyə qədər gəlibdir. Bu bir vəziyyətidir. İki vəziyyətdən gəlsin. Və bu gəlmə məsafəsi arasındakı məsafəyə bir h deyək və bunun oturacağına da bir s deyək. Və burada cismə deməli bu yuxarı doğru bir F qüvvəsi tətbiq olunsun və bu cisim ikinci vəziyyətə gələn zaman burada bir F' xarici bir qüvvə olsun. O zaman bu görülən iş üçün biz nə yaza bilərik? Görülən iş bu arada A iştirak olaqdan görülür. Görülən iş bərabərdir F vurulsun. Deməli burada hündürlüklə, burada qüvvə ilə hündürlük vektoru olduğuna görə F vurulsun, deməli H olacaq. Bu da bərabərdir. F-in yerinə biz təzyiqdən bildiyimiz kimi P vursun, S-də gətirib yenə yazaq. P vursun, S vursun, H. H vurulsun, S də bizə xatırlayırsınızsa, deməli həmişə V-ni verir bizə, yəni həcmi verir. Ona görə də, yəni zaten buradan yazmaq ki, müəyyən bir hissənin həcmi, oturacağı bu qədər S-dir, buradan buraya olan da H-dır. O zaman buradan bura məsafə, deməli P vurulsun, delta V olacaq. Bunu da hissəni də silək. Sadəcə buradan yaza bilərik ki, V bərabərdir S vurulsun H. Aha, bu hissəni tapdıq. Bu hissəni deməli yazdıqdan sonra bu hissədə nə baxmaq lazımdır? Cismin deməli burada təzyiqini manometr ölçür. Manometr ölçür. Cismin buradakı deməli həcmini isə xəttkeş ölçür. Xəttkeş. Soruşsanız ki, niyə menzurka ölçmür? Zaten bu cisim müəyyən bir şəraiti var. Zaten bu cisim müəyyən bir hava axını ilə, hava axını içərisində olubdur. Yəni menzurka su dolu bir cihazdır. Götürüb də bunu su dolu cihazın içərisinə atdıqda bütün sistem deməli başdan ayağa pozulmuş olacaq. Və burada bir şey də izah edeyim ki, burada sadəcə deməli həm buradakı o qazın gördüyü iş yoxdur. Xarici qüvvənin gördüyü işdə var. Yəni burada yazdığımız F'-ın da gördüyü iş var. F'-ı mən işlə yazarsam A' bərabərdir mənfi A-ya. Yəni həmişə A' mənfi alırsa bu müsbət alacaq, bu müsbət bu mənfi alır, bu müsbət alanda bu da mənfi alır. Yəni bir-birinin əksi olur hər zaman, unutmayın. Və buradan da deməli bir nəzəriyyə olaraq yazaq. A' deməli həm bu qazın gördüyü işdir, qazın gördüyü iş. Deməli A isə xarici deməli qüvvənin gördüyü işdir. Aha. İndi burada biz xatırlayırsınızsa, deməli təzyiqdə də və bəzi mövzularda dediyimiz kimi hasil varsa sahə tapılır. O zaman deməli bu düsturu buradan yazaq, hətta buradan yazaq. Deməli buradan bir ulduz qoyaq bura hətta. A' bərabərdir P vurulsun, deməli delta V-yə. Buradan bu qrafik çəkərsək, qrafik. Deməli P delta V, məsəl üçün həmin bu
xəttin altında qalan sahə deməli tapılır və S bərabər olur A ştrixi. İstisna hallar da ola bilər. Necə bir istisna hallar? Bu istisna hallar soruşulanda ən məşhur hal kimi bunu veririk məsəl üçün uşaqlara. Belə bir hal verilib deyəlim ki, belə bir hal verilibdir. P-nin V-dən asılılığı veribdir məsəl üçün. İndi bu hissədən məsəl üçün belə bir deməli buradan belə bir bağlı bir sistem düşünək. Birdən gəlsin 2-yə, 2-dən gəlsin 3-ə, 3-dən gəlsin 4-ə, 4-dən də keçsin 1-ə. Burada fikir verirsinizsə, 3, 4 və 1-lə 2. Necə prosesdir? İzoxor prosesi. Çünki həcm sabitdir. O zaman buradan yazırıq ki, bu hissə üçün ayrı hissədir. Bu hissə üçün yazırıq ki, deməli 1-lə 2 və deməli bu hissədən yazaq hətta. Baxın. 1-lə 2 və deməli 3-lə 4. 3-lə 4 qrafiki izoxor prosesdir. İzoxor proses. Uzatmıram. İzoxor prosesdə də iş bərabər olur 0-a. İş bərabər olur 0 olduğu üçün deməli burada 2 və 3-ün altda qalan sahəsi götürülür. Yəni bu hissəni biz götürək. Və burada isə ikinci sezon həm 4, həm 1 qrafiki. Bunun altında qalan sahəni götürəcəyik. Ona da bir dənə məsəl üçün sarı eləyək. Bunların da altında qalan sahə bu olsun. Görürsünüzsə, əgər ki, burada bir-birlərinin əksi olduqları üçün ümumi sahə deyiləndə bu aşağıda bu qalan sahəni bu ümumi sahədən çıxacaq. Və bundan sonra o zaman bu hissəni tam olaraqdan bu aşağı hissəni, yəni bu ümumi hissəni aşağı hissədən çıxanda isə ümumi bu nəzəri sahə qalacaq. Yəni bu içərisindəki deməli sahə verilmiş olacaq. Yəni bu aşağı sahə nəzərdə tutulmayacaq. Uşaqlar bu qədər. Bu ilk hissə idi. Deməli bunu hissə gedəcəyimi dedim. Çünki bu mövzu da birazcık nəzəriyyə baxımından birazcık çətin bir mövzudur. Yəni, çox çətin mövzu deyil. Sadəcə deməli həm diqqətli olmaq lazımdır, həm də nəzəriyyələri deməli səhv salmamaq lazımdır. Deməli bu qədər uşaqlar. Nəsə bir sualınız olsa şərhlər bölümündə qeyd eləyə bilərsiniz. Əlimdən gəldiyi qədər daimi suallarınızı cavablamaya hazıram. İmtahana da az qalıb. Hər öyrəndiyiniz bir nəzəriyyə imtahan üçün bir deməli incə nüans ola bilər. Özünüzə yaxşı baxın, sağ olun.